Bax buna deyirlər xoruz quyruğu. Atalar nə deyir? Çayın biri qaydadır, ikisi cana faydadır, üçü nəsli, dördü bəsdir. Vurdum 5'ə, çıx 15'ə. Çay nədir, say nədir? Mən qara çaydan istifadə edəcəm. İçində də qızılgül. Bunu atdıq. Dalınca ətirşax, nanə. Bax bu da Məkkə gülüdür. Bu təzyiqi nəzərə alıram. Cəmi 2 dənə mixək atıram. Dalınca kəkliyotu. Samvar suyumuzu əlavə edək. Mən deyirəm ki, çay özü bir, bəlkə də bir Allah'ın yarattığı bir möcüzədir. Düzdür, sonradan kəşf olunur. Sonradan dedim, yox, daha önce bizim eradan əvvəl Çin tərəfə gəlib çıxır. 1870-ci il, 60-cı illərdə gətirib burada akivlər Lənkəranda. Sonra isə Qax, Balakan zonasında Zaqatala. İndi isə çaysız Azərbaycanlı qala bilmir. Çaydan söz düşmüşkən, Oba Market yenə mənim dadıma gəldi. Burada satılan Aləmşah çayı dadı və keyfiyyəti ilə premium biletlərdən biridir. Bu çay birbaşa Şri Lankadan hazır paketlənmiş şəkildə gəlir və 100% qatqısız təbii Seylon çayıdır. İllərdir satışdadır və hər zaman alıcıların rəğbətini qazanır. 1 may, 15 may tarixləri arasında hər kəs üçün bu çayı dadmaq və onu daimi müştərisinə çevirmək üçün ən yaxşı fürsətdir. Üstəlik Aləmşah çay yalnız Oba Marketdə satıldığı üçün həm əlçatan, həm də qənaətlidir. Bundan gözəl nə fürsət. Bütün çay həvəskarlarına tövsiyə edirəm. Siz də alın, dadın və fərqi hiss edin. Yadıma bir rəvayət düşdü. Çin imperatoru olur. Həmişə səyahətə çıxanda özünə qab götürərdi, isti su götürərdi. Yəni ki, bizim dildə, lor dilində desə, termozda istifadə edirdi. Bir gün dincələndə bu, qoyub qabağına qabı, qabın içine yarpaq dənələr düşür. Baxır, təəccüblənir, dadına baxır, görürəm, çox xoşuna gəlir. Bax, deyirlər ki, güya çay oradan əmələ gəlibdir. Bala nə deyim var, yalandı, gerçəkdir, babalı olsun qoy Çin imperatorun boynuna. Bax, buna deyirlər xoruz quyruğu. Bu çay biz içmək öz yerində, amma çay içə-içə belə insanlar arasında bir-birinə qarşı mehribançılıq yaranır. Görürsən ki, qabağına bir stəkan çay qoyurlar. Bəzi vaxt qurtum-qurtum içirlər. Bu qurtum-qurtum içində elə söhbətlər yaranır ki, görürsən ki, necə demək, bu neysə bir təməl qoyulur, görürsən. Allah'tan azım budur ki, hər bir ailədə belə çay süfrəsi olsun. Özü də mütləq orada bax, sonu şirin çayla, belə qətlə, şirin çayla bitsin. Göz haqqınızı da havar edin.